Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. OTK-nın 8 və 9 sinif şagirdlər üçün təşkil etdiyi 4-cü sınaq imtahanı riyaziyyat suallarının izahlarına baxırıq. İlk sualımız belədir. 60 ədədinin 40%-ni tapın. 60 ədədinin 40%-ni taparkən 60-ı 40-a vurub 100-ə bölmək lazımdır. Sıfırları ixtisar aparırıq. Cavabımız 24. B variantı. İfadəsini sadələşdirin deyir. Sürətdə yazdığımız ifadələr deməli mürəkkəb olanları sadə ədədlərin hasil şəklində göstərməliyik. 11 üstü n olacaq. 22 2 vur 11'dir. O olacaq 2 üstü n vurulsun 11 üstü n. Vururuq 33 3 üstü n vurulsun 11 üstü n'dir. Aşağıda isə 6 üstü n 2 üstü n vurulsun 3 üstü n. Ardınca 11 üstü 3 n olur. 11 üstü 3 n ilə yuxarıdakı 11 üstü n'ləri ixtisar aparırıq. Sonra 2 üstü n, 3 üstü n. Bunlar hamısı ixtisar gedir. Cavab 1 qalır. Ədəd oxunda -3-dən 12 vahid məsafədə yerləşən ədədlərin hasilini tapın. Sağda olanı axtarırıqsa toplamalıyıq. -3 ilə 12-nin cəmi 9. Solda olan isə -3-dən 12 çıxırıq. -15. Hasilini istədiyinə görə biz 9 ilə -15-in hasilini tapırıq. Cavabımız edir -135. 34-cü sualda m tək ədəd, n cüt ədəd olarsa ifadələrin hansı tək ədəd olar? Deməli, birincidə m tək olduğuna görə 2-yə vuranda cüt olur, üzərinə əlavə edirik. N cütdür, 3-ə vururam, cüt olur. Bunların cəmi cüt edir. Bizdən tək istəyir, deməli 1 deyil. Sonra 3-ü təkə vuranda tək olur, üzərinə əlavə edirik. 2-ni cütə vuruq, olur cüt. Tək ilə cütün cəmi bizə tək verir. Deməli, bu doğrudur. Növbəti təkin kvadratı təkdir. Cütün kubu cütdür. Toplasaq cavabımız tək edir. Bu da doğrudur. 2 ilə 3. B variantı. ABC üçbucağında AT tənböləndir. ABC üçbucağında AT tənböləndir. Bizə şərt verir ki, deməli AB-nin AC-yə nisbəti 2/3-dür. AB-ni 2x götürürük, AC-ni 3x götürürük. BT-nin BC-yə olan nisbətini tapın. Bu nisbətlər aşağıdakı böldüyü parçalar ilə mütənasib olur. Buranı 2K, digərini 3K götürə bilərik. Qısaca 2-3 nisbəti eyni ilə AB-nin BT-yə olan nisbəti kimi, AC-nin BC-yə olan nisbəti kimi də yazıla bilər. 2-3 doğru cavabımız C variantı. Alfabetdə qonşu bucaqlardır. Deməli, bunların cəmi 180-dir. Dərəcə ölçüləri natural ədədlərdir. Bunu da qeyd edirik. Deməli, ala biləcək ən kiçik qiyməti axtarırıq. 4 bettanı 3 alfa plus 3 beta plus beta kimi yazsaq, bərabər olacaq 3 vurulsun alfa plus beta plus beta. Alfa ilə betanın cəmi 180-dir. 180-i 3-ə vursaq 540 alırıq. 540-ın üzərinə beta gəlsək, beta natural olduğuna görə ala biləcək ən kiçik qiymət 1 yazır. 540 ilə toplasa 541 alınır. Növbəti sualımız. Mərkəzi O nöqtəsində olan çevrədə AB BC-yə perpendikulyardır. Mən A ilə C-ni birləşdirsəm, mərkəzdən keçən diametr əmələ gətirəcək. AB-nin qiymətini 5 verib, sonra BC-nin qiymətini 12 verib, çevrənin radiusunu soruşur. AC-ni tapsaq, Pifagor teoreminə görə 13 olur. Çevrənin radiusu 13-ün yarısı 6,5 edir. M parametrin hansı qiymətində tənliyin sonsuz sayda həlli var. Sonsuz sayda həlli olması üçün x-in əmsalı x, daha doğrusu deməli m minus 2 ifadəsi də 0 olacaq. Bir də m kvadrat çıxılsın 4 ifadəsi də 0 olacaq. Burada hər ikisinin ortaq həlli m-in 2-yə bərabər olan qiymətidir. Deməli, doğru cavabımız E-dir. Kəsirin məxrəcini irrasionallıqdan azad edin deyir. Kəsin məxrəcini irrasionaldan azad etmək üçün sürət məxrəcin qoşmasına vururuq. Kök altı 41 çıxılsın kök altı 6, daha doğrusu plus. Aşağıda isə kvadratları fərqi olur. Bu da bizə 41 çıxılsın 6-nı verir. 41 çıxılsın 6-nın qiyməti 35-dir. 35 ilə 5-i ixtisar aparsaq olacaq 7. Deməli, kök altı 41 üstəgəl kök altı 6, məxrəc isə 7 olacaq. E variantı. İfadələri verib, ifadənin qiymətini tapmağı tələb edir. Deməli, birinci ilə ikincini qruplaşdırıb n-i orta vurub çıxarsa n plus k alınır. İkinci, üçüncü və dördüncüdə m qarşıya çıxsa n plus k alınır. Və biz
n plus k-nı orta vurub çıxarsaq, n minus m ifadəsi alınır. Bizdə n ilə k-nın cəmi 3-dür. N ilə m-in cəmi isə ifadənin əksinə bərabərdir, yəni -2 olacaq. Hasillərin -6. B variantı. Daxili bucaqları 2, 3, 4 olan 3 bucağın. Deməli, daxili bucaqların cəmi 180 şərtinə görə 2, 3, 4 toplayırıq 9. 189-a bölürük. Eləyir 20. 180 bölürük 9-a. Cavab 20. Ardınca üç bucağın ən böyük xarici bucağını tapın. Ən böyük xarici bucağını tapanda ən kiçik daxili bucağın qonşu bucağını götürürük. 2-ni 20-yə vuracam, edəcək 40. Bu ən kiçik daxili bucaqdır və qonşu bucağını tapanda 180-ə 40 çıxıram, 140 dərəcə alınır. Doğru cavab B variantı. İfadəni sadələşdirin deyir. Birinci kəsirin sürəti A plus 2B-nin kvadratıdır. Məxrəc A plus 2B-dir. İkinci kəsirin tərsini tapıram. O zaman sürət 1 olacaq. Aşağıda A minus 2B, A plus 2B olur. Sadələşdirəndə bu ifadələrin ikisinin hasılı bu ifadələ ixtisar gedir və 1 bölü A minus 2B doğru cavab olur. B variantı. Torbada 8 ağ, 7 qara, 3 qırmızı kürə var. Təsadüfi seçilmiş bir kürənin qırmızı rəngli olmamasının ehtimalını tapın. Qırmızı rəngli olması üçün 3 sürətdə aşağıda 18 olmalıydı. Olmaması üçün isə 1-dən çıxırıq 18-də 3-ü. 18-də 15 alınır. İxtisarımızı aparsa 3-ə ixtisar aparanda 6-da 5 doğru cavab. B variantı. Deməli, ifadənin cəmini A verir. Digər cəmi isə A ilə ifadə etməyi tələb edir. 7-dən 6-da 5-i, deməli 8 çıxılsın 6-da 1 yaza bilərik. İkinci ifadə 9 çıxılsın 7-də 1. Sonra üzərinə əlavə edirik 10 çıxılsın 8-də 1. Burada 8, 9, 10'u toplasaq 27 edəcək. Çıxılsın 6-da 1, 7-də 1 və 8-də 1. Bu ifadəni bizə A verdiyinə görə cavabımız 27 minus A olacaq. B variantı. Növbəti sualda bizə deyir ki, rasional üstü qüvvət şəklində yazın. Ən daxildə olan kökü götürürük. A üstü 5-də 4. A üstü 3 ilə A üstü 5-də 4-ü bir-birinə vursaq, A üstü 5-də 19 edir. 5-də 19. Sonra deməli bu ifadəni sadələşdirdik. 5-də 19-u 4-ə bölsək, eləyəcək A üstü 20-də 19. İndi bu ifadəni də biz A üstü 2-yə vururuq. Alırıq nə? A üstü deməli 2, 20-də 40-dır, 20-də 59 olacaq. Sonra 20-də 59-u isə 3-ə bölürük. 3-ə bölərkən də 60-da 59 edəcək. A üstü 60-da 59 D variantı. Deyir A-nın B-yə nisbəti 2, 3, B-nin C-yə nisbəti 6, 5. Diqqət edin, burada B-ni 3 şəklində, burada B-ni 6 şəklində göstərib. Deməli, biz A-nın B-yə nisbətini ekvivalent ifadə ilə əvəz etməli və B-ni 6 olan nisbətə gətirməliyik. O zaman 2-yə vuruq, 4 bölünsün 6 olacaq. Digərində isə B ilə C-nin nisbəti 6. Buradan A-nın qiymətini 4x, B-nin qiymətini 6x, C-nin qiymətini isə 5x kimi yaza bilərik. Bunları yazandan sonra cəmin C-yə nisbətini istəyir. A-nın qiyməti 4, üzərinə əlavə edək. B-nin qiyməti 6, C-nin qiyməti 5. X-lər onsuz da ixtisar gedir deyə təkrar yazmadı. 4 ilə 6-nı toplayanda 10, 5-ə böləndə cavab 2 edir. 47-ci sualda A-nın hansı ən böyük natural qiymətində kəsri düzgün kəsr olar? Deməli, düzgün kəsr olması üçün 3A plus 4 kiçikdir 22 yazırıq və 3A kiçik olacaq. 23-dən 4 çıxanda 18. A-nın qiyməti 18-i 3-ə bölür 6. 6-dan kiçik qiymət alır. Hansı ən böyük qiymətində kəsr düzgün kəsrdir? 6-dan kiçik ədəd ən böyük 5-i götürür. Uyğun tərəfləri paylanan iki bucağın dərəcə ölçüsü 2-7 nisbəti olarsa. Uyğun tərəfləri paylanan bucaqların iki şərti vardır. Ya bərabər, ya cəmi 180 olmalıdır. Əgər 2-7 nisbəti verirsə, deməli bərabər deyil, cəmi 180-dir. O zaman nə edirik? 180-i bölürük. 2 ilə 7-nin cəmi 9-a. Cavabımız 20 dərəcə. Sonra
kiçik bucağın dərəcə ölçüsünü tapın. Kiçik dediyinə görə 2-ni vururam 20 dərəcəyə. Doğru cavabım 40 dərəcədir. M1 bir hədəsinin dərəcəsi 4-dür. M2-də 3-dür. İfadənin qiymətini istəyir. M1-də 4, 4-ü vururuq 2-yə, üzərinə əlavə edirik. 3-ü vururuq 3-ə. Deməli 4 2-ni 8, üstə gəlir 9, doğru cavabımız 17. 50-ci sualda çevrənin AB, CD vətərləri E nöqtəsində kəsişir. Tutaq ki, bir çevrədə AB, CD vətərləri kəsişdirik. AB, CD. Bunların kəsişdiyi nöqtəni E göstərək. AE, BE-yə bərabərdir. Sonra CE 4-ə bərabərdir. CE 4, DE 9. Bizdən istədiyi AB vətərinin uzunluğunu tapın. Buraya x desək, burada x-dir. X-ə vuranda x-in kvadratı, 4 9-a vuranda 36. Bunlar bərabər olmalıdır. X-in qiyməti mənfi ola bilməsi müsbət olur. 6. AB-nin qiyməti 2-dən x olduğuna görə AB-nin qiyməti 2 vur 6, 12 edir. A hadisəsinin baş vermə ehtimalı PA, digərində isə PA üzərində xətt çəkib baş verməmə ehtimalıdır. Deməli, bizdən istədiyi nədir? Bunların nisbəti 2-3 olarsa. Deməli, PA ilə PA baş vermə ehtimalının cəmi 1-ə bərabərdir. Bizim edəcəyimiz nədir? Birini yerinə 2x yazırıq, digərini yerinə 3x yazırıq, bərabər 1 götürürük, 5x1, x-in qiyməti 0,2. 5-də 1 eləyir, o da 0,2. Bizdən PA-nı soruşduğuna görə 0,2-ni 2-yə vurur, eləyir 0,4. AC və DE düz xətləri F nöqtəsində kəsişir. BGF bu bucaq, FCD bucağa bərabərdir. Digər bucaqlar da qarşılıqlı bucaqlar olduğuna görə bir-birinə bərabərdir. Sonra YBF-in qiyməti. Buranın qiymətini bizə verir ki, deməli 4x minus 10-dur. 4x minus 10. Digər CDF-in qiyməti isə, buranın qiyməti isə bizə verir ki, 5x minus 20-dir. Bu bucaqlar bərabər, digərləri də qarşılıqlı bucaq deyə bərabərdir. O zaman yerdə qalan 4x minus 10 dərəcə də elə 5x çıxılsın 20 dərəcəyə bərabərdir. 5x-dən 4x çıxanda x, 20 sola keçir, müsbət eləyir, 20-dən 10 çıxanda 10 dərəcə. Bizdən istədiyi nədir? ABE bucağının dərəcə ölçüsü. Buranın dərəcə ölçüsüdür. Deməli, biz 4x minus 10-u tapaq, 4-ü 10-a vurub 10 çıxırıq, eləyir 30 dərəcə. Digər qonşu bucaq deyə bu bucağın dərəcə ölçüsü olacaq 150 dərəcə. 180-dən çıxırıq, 30 dərəcənin cavabımız 150 dərəcə olur. Biri digərindən 3 vahid böyük olan 2 natural ədədin hasili. Birini x götürsək, o birisini x plus 3 götürsək, hasili deyir ki, 28 olacaq. Bu ədədlərdən kiçiyini tapın. X-in kvadratı plus 3x, sola keçirik 28 bərabər 0, hasili mənfi 28, cəmi mənfi 3 olan ədədlər mənfi 7 ilə müsbət 4. Deməli, bu ədədlərdən kiçiyini tapın deyir. 2 dənə natural ədəd dediyinə görə mənfi 7-ni kök olaraq götürə bilmərik. Bu kənar kökdür. Deməli, x-in qiyməti 4 olur. X-in qiyməti 4 olanda ədədin biri 4-dür, digəri isə 4 plus 3 7-yə bərabərdir. Bizdən istədiyi nədir? Bu ədədlərin kiçiyini götürüb cavabımız 4 edəcək. Doğru cavabımız 4 edir. Mərkəzi O nöqtəsində olan konsentrik çevrələrin AMB, CMD qövsləri uzunluqları fərqi 4π-dir. Sonra AOB 120 dərəcə olarsa, AC parçasının uzunluğunu tapın. Deməli, AC parçasının uzunluğunu tapmalıyıq. Uzunluqları fərqi. Deməli, 120 dərəcədirsə, yuxarıdakı AMB qövsünün uzunluğunu tapaq. AMB. Bunun uzunluğunu tapsa, olacaq alfa vurulsun, deməli, 2πr bölünsün 360. Yəni, alfa PR, alfa dediyimiz 120 dərəcə. Sonra PR bölünsün 180 dərəcə. Belə də yaza bilərik. Bunları 60-a ixtisar aparsaq olacaq
3, yuxarıda 2 pi r. Sonra digərində isə kiçik r ilə yazırıq. Kiçik r ilə yazırıq. Olacaq, deməli, eyni formada göz CND. CND-nin qiyməti olacaq 2 pi, müalicə yazaq. Göz CND-nin qiyməti olacaq 2 pi kiçik r bölünsün 3-ə. Bizə deyir ki, bunların fərqi 4 pi-yə bərabərdir. Bunların fərqini tapanda, bu ifadə ilə digər ifadənin fərqini tapanda, deməli, nə yazırıq? 2 pi bölünsün 3, vurulsun r çıxılsın r. Qiyməti nəyə bərabərdir? 4 pi-yə bərabərdir. Bunun hər tərəfini 2 pi-yə ixtisar aparsaq, 2 pi-yə qalacaq 2. Deməli, radiusların fərqi bizə verəcək neçə? 2 vur 3, 6. Bizdən istədiyi nədir? AC-nin uzunluğunu tapın. AC-nin uzunluğu da elə bu hissənin uzunluğu. AO-nun, CO-nun, yəni böyük radiusla kiçik radiusun fərqidir ki, o da bizə 6-nı verir. AX-ın, deməli, çox hədisini verib, açılışını yazsaq, olacaq, x-i qarşıya çıxarsa, x kvadrat çıxılsın 4 qalır. O da x minus 2, x plus 2 hasilidir. Bx isə x-i qarşıya çıxarsa, x kvadrat, daha doğrusu x kvadratı qarşıya çıxarsa, x plus 2 edir. Deməli, biz x plus 2 ortaq həllini yazırıq. X plus 2. Sonra təkcə aid olan bir də x də var. Bunu x, deməli, yazırıq. X vur x plus 2. Hər ikisində var. Sonra x plus 2 A-nın yalnız A-nın aid olduğu hissədir. Bir də x digəridir. Diqqət edək, x plus 2. Daha doğrusu x minus 2 olacaq. Deməli, x minus 2, sonra x plus 2, bu A-nın da doğrudur. X vur x, x plus 2, bu da B-nindir. Demək ki, Venn diaqramını da qeyd edin. Doldurmaq lazım idi. Doldurma şəkli də elə gördüyünüz şəkildə olacaq.